Salam. Düzbucaqlı üçbucağın suallarına baxaq. Deməli, uzunluğu 40 sm olan düz xət parçası hər hansı düz xətlə 60 dərəcəli bucağı əmələ gətirir. Bu parçanın deyir, həmin düz xət üzərindəki proyeksiyasını tapmaq lazımdır. Deməli, proyeksiyasından danışırsa gənclər, nə edəcəyəm mən? Bizə deyir ki, uzunluğu bir dənə, məsələni harada yazım yenə? Məsələni burada yazaq. Şəkillərini burada çəkək sizin üçün. Uzunluğu bizə deyir ki, 40 sm olan düz xət parçasıdır. Deməli, bu olsun mənim sual 1. Valla, nə oldu? Sual 1. Mənim uzunluğum 40 sm-dir parça. Hər hansı bir düz xətlə 60 dərəcəli bucağı əmələ gətirir. Bura 60 dərəcə eləyəcək. Təpədən bir dənə hündürlük endirərəm. Bu parçanın həmin düz xət üzərində proyeksiyası budur uşaqlar. Yadda saxlayın ki, proyeksiya hər zaman mailin altında olur. Maildəki düz xətlə hər hansı bir alfa bucağı əmələ gətirir. Yəni, mənim proyeksiyam bura olacaq. Proyeksiya. Bura olacaq mail. Burada olacaq hündürlük. Deməli, bura 30 dərəcədir. 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Ona görə proyeksiyamız 20 eləyəcək. 2 nömrəli sualda A-nı 12 verib sənə. Alfanı 30 dərəcə verib, bettanı 60 dərəcə verib, B-ni soruşur. Yəni, sinuslar teoremindən danışır. B-nin sinus 60 dərəcəyə nisbəti bərabərdir 12-nin sinus 30 dərəcəyə nisbətinə təbii ki. Sinus 60 dərəcə kökdə 3 bölü 2-dir. Sinus 30 dərəcə 2-də 1-dir. 2-lər gedər. B-ni 1-ə vuraram B, 12-ni kökdə 3-ə vuraram. Cavab 12 kökdə 3. C variantı. 3 nömrəli sual, uzunluğu A-ya bərabər olan düz xət parçasının uc nöqtələri paralel düz xətlər üzərindədir. Uzunluğu A-ya bərabər olan düz xətt parçası budur və onlarla 60 dərəcəli bucaq əmələ gətirir. Fərqi yoxdur bu tərəflər, bu bucaqlar hamısı 60 dərəcədir. Paralel düz xəttlər arasındakı bu məsafəni soruşur. Deməli, gənclər, bu məsafət isə 90 dərəcədir. Bura 60 dərəcədirsə, bura 30 dərəcə eləyəcək. 30 dərəcəli bucağın qarşısındakı bu katet hipotenuzun yarısına bərabərdir. Yəni, cavab eləyəcək A bölü 2. Yox, paralel düz xəttlər arasında məsafəni istəyir, bu hündürlüyü istəyir. 60 dərəcəli bucağın qarşısındakı katet də 30 dərəcədəkindən kökdə 3 dəfə böyükdür. Yəni, A bölü 2-ni vuracağım kökdə 3. Yəni, A kökdə 3 bölünsün 2. Y variantı. 4 nömrəli sualda nə deyilir? Suallar deyəsə hamısı fərqli sualdır. 4-də deyilir ki, 3 bucağın bucaqları 1, 2, 3 nisbətindədir. Yəni, 1x, 2x və 3x. Mən bunları toplayaram, bərabərdir 180 yazaram. 6x-im 180 dərəcədirsə gənclər, x-im belə çıxır ki, 30 dərəcədir. Yəni, x-i 1-ə vuraram. Birinci 1x-im 30 dərəcə eləyəcək. 2x-im 60 dərəcə eləyəcək. 3x-im də 90 dərəcə eləyəcək. Sənə deyir ki, onun kiçik tərəfi ilə böyük tərəfinin cəmi. Kiçik tərəf kiçik bucağın qarşısında olur. Ona görə 30 dərəcənin qarşısındakı x-dırsa, hipotenuz bundan 2 dəfə böyükdür. 60 dərəcənin qarşısındakı da bundan kökdə 3 dəfə böyükdür. Kiçik tərəflə böyük tərəfin cəmini 7.2 verir sənə. Onda 3x-im 7.2-dirsə, x-im 2,4 eləyəcək. Böyük tərəfi soruşur bizdən. 2-ni vuraram 2,4-ə. Cavab 4.8. B variantı. Bərabər yanlı 3 bucağın oturacağı 8-dir. Bax, bu mənim bərabər yanlı 3 bucağım. Oturacağımızı bizə 8 verir. Və sənə deyir ki, təpə bucağı da 90 dərəcədir. Oturacağa endirilmiş hündürlüyü tapmaq lazımdır. Uşaqlar, bərabər yanlı 3 bucaqda təpədən çəkilən bu hündürlük eyni zamanda da mediandır. Və düzbucaqlı 3 bucaqda hipotenuza endirilən median hər zaman hipotenuzun yarısıdır. Yəni, 8-in yarısı 4 eləyəcək. Gəlirəm bu 8 nömrəli suala. 1-in üzərinə 1 gələrəm, bura 2 eləyər. Mən Pifaqordan bax bu hissəni tapa bilərəm. Bir dənə el yazaram. Yəni, el bərabərdir 3-ün kvadratı 9-dan çıxaram 2-nin kvadratı 4-dür. Bu da kökün altında 5 eləyər. Bağışlayın. Sonra baxıram bu balaca 3 bucağa. Bu balaca 3 bucağa Pifaqor qaydasını tətbiq eləsəm, 1-in kvadratı üstə gəlinsin, elin kvadratı bərabərdir x kvadratının şərtini ödəməlidir gənclər. Ona görə də elin yerinə kökdə 5-in kvadratını yazacağam. Əgər burada yaza bilsəm. Baxın, bu bərabərdir x kvadratı. Yəni, 1-in kvadratı 1, elin kvadratı kökdə 5-dir. Kökdə 5-in kvadratı 5 eləyər. Bərabərdir x kvadratı. X kvadratı 6-dırsa, x-imiz təbii ki, kökün altında 6-dır. D variantı olacaq. 9 nömrəli sual da eynidir. Düzbucaqlı 3 bucaqda 10 nömrəli sual. Hipotenuza endirilən medianla hipotenuzun cəmi. Bu düzbucaqlı 3 bucaqda hipotenuza endirilən median x-dırsa, hipotenuz bundan 2 dəfə böyükdür. Yəni, x ilə 2x-in cəmini sənə 39 kökdəki verir. 3x-im gənclər 39 kökdəkidirsə, müəllimə x-im 13 kökün altında 2 eləyəcək. Gəlirəm 12 nömrəli suala. 12 nömrəlidə deyilir katetləri 12 və 16 olan düzbucaqlı üçbucaq üçün
Hipotenuza endirilmiş medianı tapmaq lazımdır. Əvvəlcə Pifagordan 12-nin kvadratının üzərinə 16-nın kvadratını gələrəm. Eləyəcək 20. Hipotenuza endirilən bu median hər zaman hipotenuzun yarısıdır uşaqlar. Hər zaman. Onda medianımız bərabər eləyəcək 10-a. 14 nömrəli sualda katetlərimiz 5 və 12-dir. Bax, bu hissə 5-dir. Bura 12-dir. Pifagordan bura 13 eləyər. Üçbucağın perimetrindən danışır. 5 üzərinə gəlinsin, 12 üzərinə gəlinsin, 13. Cavab 30 sm. Və yaxud 16 nömrəli sualda nə deyilir? Deyilir ki, düzbucaqlı üçbucağın katetlərinin hipotenuz üzərində proyeksiyası. Bax, katetlərin hipotenuz üzərində proyeksiyası deyəndə bu katetin proyeksiyası bu hissə olacaq. Bu katetin də proyeksiyası bu hissə olacaq. Sən deyir ki, proyeksiyaların uzunluğu 24 və 54 cm olarsa, düzbucaqdan hipotenuza endirilmiş hündürlüyü tapmaq lazımdır. Biz də bilirik ki, h-ın kvadratı bərabərdir. M-in düsturu var. Bu nə daybalam? M-in düsturu var. H da buradan bərabər eləyəcək. Kökün altında 24 vurulsun 54. 24'ü 3 vur 8 yazaram. 54'ü isə neçə vur neçə yazaram? 3 vurulsun 18 yazaram. 2 dənə 3-dən 1-ini çıxar. Bu da 12 eləyər. Yəni cavabımız eləyəcək 36. 18 nömrəli sual da eynidir. Gəlirəm 19 nömrəli sual. Bu da eynidir uşaqlar, yazmıram. 20 nömrəli suala baxaq. 20 nömrəlidə nə deyilir? Düzbucaqlı üçbucağın iti bucaq təpəsindən çəkilən tənbölən. Bax, bu mənim düzbucaqlı üçbucağım. İti bucaq təpəsindən çəkilən tənbölən qarşı tərəflə 70 dərəcəli bucaq əmələ gətirir. Mən bura 70 dərəcəli qoysam, 70-in üstünə 90 gələrəm və yaxud da ki, iti bucaqların cəmi 90 dərəcə elədiyinə görə bura 20 yazaram. Tənbölən isə burada 20 eləyər. 20 üstə gəlir 20, bu bucaq 40 dərəcədirsə, 90-dan 40-ı çıxıb bu bucağa 50 dərəcə taparam. Səndən böyük bucağı istəyir, cavab 50 dərəcə eləyəcək. Gəlin növbəti suala. Sonra deyir ki, 21 eynidir. 22 nömrəli sual. Düzbucaqlı üçbucaqda hipotenuza çəkilmiş hündürlük 1 cm-dir. Bu hipotenuza endirilmiş hündürlük 1-dir. Və katetlərdən biri də 2 cm-ə bərabərdir. Bura 2-dir. Bu üçbucağın iti bucaqlarını tapmaq lazımdır. Uşaqlar, əgər mən baxıram bu düzbucaqlı üçbucağa, bu düzbucaqlı üçbucaqda katet hipotenuzun yarısıdırsa, onda həmin katetin qarşısındakı bucaq 30 dərəcədir. Yalnız 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısıdır. Məcburiyyətdən burada 60 qalacaq. Gəlirəm növbəti suala. 24'də üçbucağın bucaqları 1, 2, 3 nisbətindədirsə bayaqlara dedik ki, bu 30, 60, 90 dərəcəli üçbucaqdır. Yəni bura 30 dərəcə qoyaram. Bura 60 dərəcə, 90 dərəcə. Yəni 30'un qarşısındakı x-dırsa, 60'ın qarşısındakı x kökdə 3'dür. Hipotenuz da bundan 2 dəfə böyükdür. Böyük tərəfin uzunluğu 8'dir. Onda 30'un qarşısındakı 4 eləyər. 60'ın qarşısındakı da bundan kökdə 3 dəfə böyük. Böyük tərəfə çəkilmiş medianla kiçik tərəfin uzunluğu. Böyük tərəfə çəkilmiş median 8'in hər zaman yarısına bərabərdir 4'ə. 4 üstə gəl 4, cavab eləyəcək 8. 25 nömrəli suala baxım. Nə deyilir? Düzbucaqlı üçbucağın iti bucaqlarından biri 30 dərəcədir. Bu mənim düzbucaqlı üçbucağım. İti bucağım 30 dərəcədir. Ona bitişik katet 3 olarsa, hipotenuza çəkilmiş medianı tapmaq lazımdır. Uşaqlar, 30 dərəcəli bu 60 dərəcədir. 60 dərəcənin qarşısındakı 3-dürsə, 30 dərəcənin qarşısındakı bu 3-dən kökdə 3 dəfə kiçikdir. Hər tərəfi kökdə 3-ə vursam bunlar gedər. 30'un qarşısındakı kökdə 3-dürsə, hipotenuz bundan 2 dəfə böyük olar, 2 kökdə 3. Hipotenuza endirilmiş median hər zaman hipotenuzun yarısıdır. Hipotenuzun yarısı yəni eləyəcək kökdə 3 cm. Sonra gəlirəm 26 nömrəli suala. Deyilir ki, düzbucaqlı üçbucağın iti bucağı 75 dərəcəyə bərabərdir. Bu mənim düzbucaqlı üçbucağım. İti bucaq 75 isə 90'dan 75'i çıxıb 15 dərəcə yazaram. Düzbucaq təpəsindən endirilmiş median və hündürlük arasındakı bucaq. Bizə demişdik ki, medianla hündürlük arasındakı bucaq iti bucaqların fərqinə bərabərdir. Cavab 60. Amma araya tənbölən girsəydi, tənbölənlə median və yaxud da ki, tənbölənlə hündürlük arasındakı bucaq da girsəydi, 75/15 bölü 2 eləyəcəkdi. Cavab 30. Yəni burada medianla dediyinə görə cavab 60'dır. 26'da A variantıdır. Amma 27'də isə 30'dur. Çünki tənbölən girir araya. 28 nömrəli suala baxaq. 28 nömrəli sualda deyilir ki, katetləri 6 və 6 yox, başlayın. Katetləri 9 və 12'dir. 9'un kvadratının üzərinə 12'nin kvadratını gəlsəm 15 eləyəcək. Sənə deyir ki, A katetinin hipotenuz üzərində proyeksiyası. A-nın hipotenuz üzərində proyeksiyası bax buranı soruşur.
Bizdə x-dan danışır. Mən nə edərəm? Proyeksiyanın düsturunu yazaram. Proyeksiyanın düsturu hansı idi? 9-un kvadratı bərabər idi. X vurulsun bütün parçaya. Buradan x bərabərdir 81 bölünsün 15. Mən kalkulyatorla eləyəcəm, amma siz kalkulyatorla eləməyin. Cavab 5,4. Sonra gəlin növbəti suala. 30 nömrəli suala. Hələ ki bir maraqlı bir sual yoxdur. 30-a kimi gəlmişəm. Ay müəllimə, başa düşməmişəm, söhbəti olmamalıdır. Çünki burada hələ ki bir çətin məsələ eləməmişəm. ABC üçbucağından danışır. Bu mənim ABC üçbucağım. AB bərabərdir BC-yə. D nöqtəsi AB-nin üzərindədir. Y nöqtəsi də BC-nin üzərindədir gənclər. YD də perpendikulyarda burada 90 dərəcə şərti var. AD də DB-yə bərabərdir. Onda bura x qoysam burada x olar. Və bərabər yanlı üçbucaq olduğuna görə buraya 2x qoyaram. AYS-nin perimetrini sənə verib ki 32-dir. AC-ni də sənə verib ki 14-dür. Bizdən BC-ni soruşur. BC yəni yan tərəfi. Mən nə edərəm? Baxıram bu üçbucaq düzbucaqlı üçbucaqla bu düzbucaqlı üçbucağa. Hər ikisində x kateti var. Hər ikisində də eyni katet var. Demək istədiyim bura bir dənə L qoysam, burada bir dənə L qoymuş olaram. O pişi 2x-dırsa, bura 2x minus L yazaram. Bu üçbucağın perimetrini tapmaq üçün L üzərinə gəlinsin 2x minus L üstə gəlinsin 14 bərabərdir 32 eləməlidir. 32-dən 14 çıxaram. 18, 18 2 yerə bölərəm. X-im 9 eləyər. Bizdən bütün 2x-i soruşur. 2-ni 9-a vuraram. Cavab 18 eləyəcək. 31. Hipotenuzdan kiçik katet. 31 eyni sualdır uşaqlar. Yazmıram. 32 nömrəli sualı yazıram. Sən deyilir ki, ABC düzbucaqlı üçbucağında C bucağı 90 dərəcədir. Mən də C bucağına 90 qeyd edirəm. Burada A yazıram. Burada B yazıram. C bucağını 90 dərəcə verib. A bucağımız da eləyəcək uşaqlar. A bucağını da 60 özü verib onsuz da. Bura 60 dərəcədirsə, məcburiyyətlə bura 30 dərəcə qoyaram. C-miz hündürlükdürsə 90 dərəcəmi qeyd edirəm. A-M 12-dir. Uşaqlar, bura 90 dərəcədirsə, bura 60-dırsa, bura 30 dərəcə qalır. 30 dərəcə bucağın qarşısındakı katet hipotenuzun yarısıdır. Deməli, bura 24 olub ki, yarısı 12 olub. Böyük üçbucağa baxıram, 30 dərəcəli bucağın qarşısındakı bu katet hipotenuzun yarısı olub. Onda bura 48 olub ki, 48-i 2-yə bölüb 24 almışam. 48-dən də 12-ni çıxsam, cavab eləyəcək 36 cm. C variantı. Gələk növbəti suala. Bax, 4 kökdəki 4 kökdəki bura 6 kökdəki eləyəcək. BC də bərabər eləyəcək 10-un kvadratından, yəni 100-dən. Çıxaram 6 kökdəkinin kvadratını gənclər. Bu da 72 eləyər. 100-dən də 72 çıxsam 28 eləyər. Bunu da 4 vurulsun 7 kimi yazsam. Cavab 2 kökdə 7. 100-dən 72 çıxanda 28 eləmir deyəsən. 28 eləyir də. Bunda 4 vurulsun 7 kimi yaz. Hə, məndən x-i soruşur. Bura 2 kökdə 7 eləyəcək. 2 kökdə 7-ni x da bərabər eləyəcək. Qoy buradan yazım. 2 kökdə 7-nin kvadratı, yəni 28 üstə gəlinsin 2 kökdə 2-nin kvadratı. Bu da 8. 36-dan da cavab 6 çıxacaq. 35, 36 bütün məsələlər eynidir. Mən 38 nömrəli baxım. Oturacağı 36 cm-dir bizə. Oturacağını 36 verib. Bərabər yanlı üçbucağın təpə bucağı 90 dərəcədir. Yan tərəfini tapmaq lazımdır. Bura x qoysam, bura x qoysam, biz demişdik ki, bura x kökdəkidir. Onda buradan x-i tapsam, 36-nı kökdə 2-yə bölərəm. Hər tərəfə də kökdə 2-yə vuraram. Kökdəkini kökdə 2-yə vuraram, 2 eləyər. 36-nı da 2-yə bölsəm, 18 kökdə 2 eləyər. Bizdən də 18 kökdəkini istəyirdi. Burada h-ın kvadratı bərabərdir, m-in düsturudur. Yəni 64-ü 16-ya bölsəm, x-imiz 4 eləyəcək. 41 nömrəli sualda sənə d-mi 2 verib, d-ni 4 verib. O 4-ü köçürdərəm bura. C düzbucaq təpəsindən 90 dərəcə burada var. CD hündürlüyü də burada var. Deməli, burada 90 dərəcəmiz var. Düzbucaqlı üçbucaqdır. H-ın kvadratı bərabərdir m-nə. Yəni 2-nin kvadratı bərabərdir m-n. Bu 4-ü bu 4-ə bölsəm, n-imiz 1 eləyər. 4 üstə gəl 1, n-imiz 5 eləyəcək. Sonra gəlirəm 43 nömrəli suala. 43 nömrəlidə nə deyilir? Düzbucaqlı üçbucağın iti bucaqlarının nisbətini 4 ilə 5 kimi vermişəm. Yəni bura 4x-dir, burada 5x-dir. Şakir də bilir ki, düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi 90 dərəcədir. 9x-im 90-dırsa, x-im 10-dur. 4-ü 10-a vurub bura 40 alaram. 5-i 10-a vurub 50 alaram. Bizə deyir ki, median və hündürlük arasındakı bucağı tapmaq lazımdır. Bizə demişdik ki, medianla hündürlük arasındakı bucaq yalnız iti bucaqların fərqidir. Araya tənbölən girəndə bir də onu 2-yə böləcəyik. Bağışlayın. AC-ni bizə 5 verib, BC-ni bizə 2 verib, AD bölünsün, BD bölünsün AD nisbətini soruşur. Proyeksiyanın düsturuna görə 5-in kvadratı bərabərdir. AD vurulsun AB.
Digər proyeksiyanın düsturuna görə 2-nin kvadratı bərabərdir BD vurulsun AB. Mən bunları tərəf-tərəfə bölsəm AB-lər gedəcək. Qalacaq AD bərabərdir 25K. BD bərabərdir 2-nin kvadratı 4K. K-ları yazmıram, ixtisar gedəcək. 25 bölünsün 4 qalacaq cavab. D variantı. Və yaxud 47 nömrəli suala baxın. 47 nə deyilir? Düzbucaqlı üçbucağın düzbucağının tənböləni ilə, bu düzbucağının tənböləni ilə 45-45 bölər. Bir iti bucağın tənböləni 70 dərəcəli bucaq altında kəsişir. Bura 70 qoysam, 70-in üstünə 45 gəlirəm. 115, 180-dən 115-i çıxaram. 65 dərəcə eləyər. Onda burada 65 qoysam, buranı alıram ki, 130 dərəcə. Düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi 90 dərəcədir, ikisi birlikdə. Necə olur ki, mən birini 30 dərəcə alıram? Deməli, şəklim bu deyil. Onda mən şəkli belə çəkirəm. Bu mənim düzbucaqlı üçbucağımdır. Bax, bunları 45 dərəcə, 70 dərəcəni ucu qoyuram artıq bura. Burada 70-in qonşusu 110 dərəcə eləyər. Burada 45-dir, burada 45-dir. 110-un üstünə 45 gəlirəm. 155, 180-dən 155-i çıxaram. 25-25 olar, çünki tənböləndir. Onda bura 50 dərəcədirsə, 90-dan 50-ni çıxıb digər bucağa 40 yazaram. Bizdən də 40 istəyir. AC-ni bizə 10 verib. Bura 10-dursa, bura 30 dərəcə qalır. Çünki burada 90 var, burada da 60 var. 30 dərəcənin qarşısındakı bu katet hipotenuzun yarısıdır. Yəni onun yarısı 5 eləyər. Bura 60 dərəcədirsə, burada 30 dərəcə eləyər. 30 dərəcənin qarşısındakı 10-dursa, hipotenuz bundan 2 dəfə böyükdür, 20 eləyər. 20-dən də 5-i çıxaram. Cavab eləyəcək 15. Və yaxud 51 nömrəli məsələyə baxaq. 51-də nə eləyərəm uşaqlar? Mən bunu düzbucaqlı üçbucağa tamamlaya bilərəm. Düzbucaqlı üçbucağa əgər bunu tamamlasam, belə. CD-miz 2-dən AB-dirsə, AB-yə x yazsam, CD 2x olar. BC-mizi bizə 9 veribsə, o 9-u bura köçürdürəm. Burada 15 yazaram. Bu düzbucaqlı üçbucağa baxsaz, bu x-i də bura köçürdürəm. 15-in kvadratından 9-un kvadratını çıxıb buranı 12 alaram. X üstə gəl 2x. 3x-im 12-dirsə, sən demə x-im 4-dür. CD-miz 4-ü də 2-yə vuraram. 8 eləyəcək, çünki CD-ni 2x almışam. Gəlin növbəti suala. 53 nömrəli suala. Bunlarda şəkil var. Gəlin elə şəkillərlə yazaq. 53 nömrəli sualda deyilir ki, sənə A bucağını vermişəm 30 dərəcə və biz demişdik ki, ixtiyari üçbucağın orta nöqtələrindən ikinci üçbucaq düzəldilirsə 90 dərəcə ilə üzbəüz 90 dərəcədir. Kör bucaqla üzbəüz kör bucaqdır. Və bizə orta nöqtələr verdiyinə görə bu orta xəttdir. Paralel olduğu tərəfin yarısına bərabərdirsə, bura 2x qoyaram. 30 dərəcəli bucağın qarşısındakı bu katətdə 2x-in yarısıdır, bir dənə x. MN x-dir, BC-mizdə x-dir. Buna 12 verib. 2x-im 12-dirsə, x-im 6-dır. Bizdən də AC-ni soruşur. Bax, x-imiz 6-dırsa 30 dərəcənin qarşısındakı, 60 dərəcənin qarşısındakı katet, yəni AC, 6-dan kökdə 3 dəfə böyükdür. Yəni cavab 6 kökdə 3 eləyəcək. Eyni məsələ bayaqlar elədim. Yenə yazacağım 5-in kvadratı bərabərdir. AD vurulsun AB. 4-ün kvadratı bərabərdir. BD vurulsun AB. Bunları tərəf-tərəfə bölsəm, AD-miz 5-in kvadratı 25-dir. BD-miz 4-ün kvadratı 16-dır. Cavab 16 bölünsün 25 istəyir. Gələk 56 nömrəli məsələyə. 56-nı necə analiz eləyərəm? 56-nı belə analiz eləmək istəyərəm sizin üçün. 56. Belə analiz edeyim uşaqlar sizin üçün. Bir dənə üçbucaq çəkək bura. Ədəd mürəkkəbdirsə, deməli məsələ asan olmalıdır. O prizmadan yanaşıram. Bura ABC qoyaram. Bu tənböləndir. Təpədən də bir dənə hündürlük çəkmişəm. DN-imizi sənə verir ki, 5 kökdə 3 bölünsün 3. Bucağımız 60 dərəcədirsə tənbölən verdiyinə görə 30-30 qoyuram. Onda bura 60 qalır, çünki 90 var. 60 dərəcəli bucağın qarşısındakı katet 30 dərəcədəkindən kökdə 3 dəfə böyükdür. Yəni bunun hər tərəfini kökdə 3-ə vururam. Kökdə 3-ə vuraram, 3-lər gedər, bura 5 qalar. Və medianlar bərabər olduğuna görə burada 5-dir. Bir üçbucaqda hündürlük verib bunu və median da verib. Hündürlüklə median o vaxt üst-üstə düşür ki, bu bərabər yanlı üçbucaq olsun uşaqlar. Fikir versəz, misalın bu tərəfində 60 dərəcə var, məsələn bu tərəfində. Burada 90 var, məcburiyyətdən bura 30 dərəcə düşər. 30-un qarşısındakı 5 isə hipotenuz bundan 2 dəfə böyük olar. Burada 2 dəfə böyük 10 eləyəcək. BC tərəfinin uzunluğunu soruşur. Cavab eləyəcək 10 cm. 58 nömrəli sualda DC-ni sənə 6 verib, BC-ni sənə 10 verib. Bu üçbucağın Pifagorundan 10-un kvadratından 6-nın kvadratını çıxıb DB-ni 8 taparam.
DB-miz 8-dirsə, H-ın kvadratı bərabərdir M-in düsturundan, yəni 6-nın kvadratı bərabərdir M vur 8-dən. N-i taparam. Yəni 1/36-nı bölərəm 8-ə. 36-nı 8-ə bölsəm 4,5 eləyəcək bu hissəmiz. AC-miz də bərabər eləyəcək Pifagordan 6-nın kvadratı 36, üstə gəl 4,5-in kvadratı. 4,5-in kvadratı uşaqlar neçə eləyir? 20,25 eləyir. Üzərinə 36 da gəlsəm 56,25 eləyir. 56,25-dən də 7,5 çıxacaq cavab. 56,25-dən. Gəlirəm 60 nömrəli məsələyə. 60 nömrəli məsələ bizə nə deyir? Deyir ki, 60 nömrəli məsələ uşaqlar, ABC üçbucağının BM medianına təmböl perpendikulyar olan. Bu mənim şəkli çalışırıq ki, böyük çəkirik. ABC üçbucağımdır. BM medianına perpendikulyar olan, mediandırsa bu belə qoyuram, AT təmböləni. AT təmböləndir və sənə deyir ki, bucaq A 60 dərəcədirsə 30-30 dərəcə bura olacaq. Uşaqlar, BM medianına perpendikulyar AT təmböləni deyirsə 90 dərəcələri yerləşdirirəm və o dəqiqə 2-1 nisbətini yazmıram. Mən gördüm ki, şagirdlər 2-1 nisbətini yazar. Medianlar o zaman 2-1 nisbətində bölünür ki, hər ikisi median olsa, biri median, biri təmbölən olsa olmaz. Bu P nöqtəsidir. P-mi 8 verib, 30 dərəcə buratsa, 90 dərəcə buratsa, 60 dərəcə bura eləyər. 30-un qarşısındakı 8-dirsə, hipoten uzunluğundan 2 dəfə böyük olar, yəni 16 bura olar. Onda burada 16-dır. 30 üstə gəl 30 buranı 60 dərəcə verib. Burada 60. Onda 60 üstə gəl 60 120, 180-dən 120 çıxsam burada 60 eləyər. Demək istədiyim odur ki, bu bərabər tərəfli üçbucaqdırsa, tərəf 16-dırsa hamısı 16-dır. Onda burada 8 düşər ki, bura 16 eləsin. 60-ın qonşusu 120 dərəcə eləyər. 120 dərəcəli bucağın xassəsi bərabər yanlış bucaqda. Tərəf 16-dırsa, bura eləyəcək 16/3. Sonra gəlirəm 61 nömrəli məsələyə. Deyir mərkəzləri düzbucaqlı üçbucağın iti bucaq təpələrində olan iki çevrənin kəsişmə nöqtələrindən. Bax, bir mərkəzimiz burada olacaq, bir mərkəzimiz burada. Kəsişmə nöqtələrindən biri deyir düzbucaq təpəsindədir. Belə bir şəkildir. Burada da belə bir şəkil olacaq. Düzbucaq təpəsindədir uşaqlar və bizə deyir ki, düzbucaqlı üçbucağın katetlərini sənə vermişəm 15-dən 20. Bura 15-dirsə, bura 20-dirsə Pifagordan hipotenuzu 25 eləyər. Bax, bu məsafəni soruşur bizdən. Məsafəni soruşur. Deməli, bu hündürlükdür. H düzbucaqlı üçbucaqda. Düzbucaqlı üçbucaqda H 15 vur 20 bölü 25 idi. 5-ə ixtisar getsə, burada 5, burada 3 qalacaqdı. 4, 12. Mən də bilirəm ki, radius vətərə perpendikulyardırsa, bax, bu radius vətərə perpendikulyardırsa, həmin vətəri yarıya bölür. Yəni, bura 12-dirsə, burada 12-dir. Ümumi vətərin uzunluğu cavab edəcək 24. Sonra deyir ki, 62 nömrəli məsələdə düz xəttdən 6 cm, bu düz xətt. 6 cm məsafədə yerləşən nöqtədən düz xəttdə hər birinin uzunluğu 10 olan 2 dənə mail çəkmişəm. Bu da maildir, bu da mail. Onun kvadratından 6-nın kvadratını çıxsam, bura 8 eləyər, burada 8. Maillərin oturacaqları arasındakı məsafə 16 eləyəcək. 65 nömrəli məsələyə baxaq. Bir dənə düzbucaqlı üçbucaq verib bizə uşaqlar. Bu düzbucaqlı üçbucağa görə mən təyin edirəm ki, sinus alfanı sənə verib ki, 5 bölünsün kökün altında 41. Sinus alfa da budur. Qarşıdakı katetin hipotenuza nisbətidir. Kökdə 41-in kvadratından 5-in kvadratını 25-i çıxarsam. Neçə eləyir? 16 eləyir. 16-dan da burada 4 çıxar. Elə deyil. Kökdə 41-in kvadratı çıx 25. Burada 4 eləyər. Sənə deyir ki, 90 dərəcə olmağını hardan bildim? A kvadratı üstə gəl B kvadratı C kvadratı şərtini ödədiyi üçün 90 dərəcə var burada. Deməli, bu B'mizdir, bu A'mızdır, bu da C'mizdir. 3A üstə gəl B, 2A çıx 2B şərtini soruşur. 3 vurulsun A'mız 5'dir, üstə gəl B'miz 4'dür. 2 vurulsun A'mız 5'dir, çıxılsın 2 vurulsun B'miz də 4'dür. 15'in üstünə 4 gələrəm, 19. Bu ondan da bu 8'i çıxaram 2 eləyər. Yəni 19'un yarısı 9,5 eləyəcək. Gəlirəm 67 nömrəli məsələyə. Nə deyir 67-də? İti bucaqlı üçbucağın iki tərəfi 20 və 16, 30 cm-dir. Bu tərəflərə çəkilmiş hündürlük isə 24-dür. Uşaqlar, birinci bu düzbucaqlı üçbucağa baxıram, kateti tapmaq üçün 26-nın kvadratından 24-ün kvadratını çıxıram. Bu da bir dəfə kvadratlar fərqi çıxsam 2 eləyər, toplasam 50 eləyər. Opşum 100 elədi. 100-dən də 10 çıxdı. Burada 30-un kvadratından 24-ün kvadratını çıxıram.
Çıxsam 6 eləyər, toplasam 54 eləyər. 6 vur 9 kimi bunu yazsam, buradan da 18 çıxar. Cavab 10 üstə gəl 18, üçüncü tərəfini soruşur, 28 eləyəcək. 69 nömrəli sual. Katetləri 6 və 8 olan düzbucaqlı üçbucağım var əlimdə. Bura 6-dır, bura 8-dir. 6-nın kvadratının üzərinə 8-in kvadratını gəlsəm 10 eləyər. Üçbucağın hipotenuzundan böyük orta xəttinə qədər olan məsafə. Böyük orta xətti budur. Buradan bura qədər məsafəni istəyir. Mən də bunu tam uzadaram. Orta xətt dediyinə görə 6-nın yarısı 3 eləyər. 8-in yarısı 4 eləyər. 3-ün kvadratının üzərinə 4-ün kvadratını gəlsəm, bura 5 eləyər. Mən birinci bu H1-i taparam. H1 bərabərdir 3 vur 4 böl 2. Bu da eləyər 2,5. Mən sonra ümumi H-ı taparam. Böyük üçbucağa baxaram. 6 vurulsun 8 böl 10. 4,8 eləyər. 3-ü 4-ə vuranda neçə eləyir? 12. 12-ni 5-ə böləndə neçə eləyir? 2,4. Bu hissəni tapmaq üçün böyük H-dan kiçik H-ı çıxaram. Yəni 4,8-dən 2,4-ü çıxaram. Cavab eləyəcək 2,4. Köhnə toplumu sualıdır. 71 nömrəli məsələ. A nöqtəsindən D düz xəttinə qarşılıqlı perpendikulyar AB və AC maili çəkilib. Maillərin düz xətt üzərində proyeksiyaları 8 və 18-dir. Buradan bura qədər məsafəni soruşur. H-ın kvadratı bərabərdir. M eyni uşaqlar. 144-dən də kökümüz 12 çıxacaq. 73 nömrəli suala baxaq. Bərabər yanlı ABC üçbucağıdır bir dənə əlimizdə. AB bərabərdir AC-yə və tangens A-dan danışır. Tangens B-dən danışırsa, mən eləməliyəm ki, burada düzbucaqlı üçbucaq yaradım. Ona görə C-dən hündürlük çəkirəm. Niyə? Çünki tangens A-da tangens B-dən danışır. Tangens A-mız 3 bölü 4 isə tangens qarşıdakı katetin bitişik katetə nisbətidir. 3-ün kvadratının üzərinə 4-ün kvadratını gəlsən, bura 5x eləyər. Bu tərəfi buna bərabər veribsə, burada 5x-dir. 5x-dan 4x-i çıxaram, bura bir dənə x eləyər. Sənə tangens B-ni soruşur. Tangens B-miz bərabərdir. Qarşıdakı katetin bitişik katetə nisbəti 3x bölü x. Bu da eləyəcək 3 cavab. Gəlin növbəti suala. 76-nı üstündə yazmaq istəyirəm. 75-i daha doğrusu. 75-i yazaq üstündə. CBD 90 dərəcədir. BCD-miz 20-dir. Buraya 20 dərəcədir. Köhnə toplumu sualıdır. CD-miz 2 dənə AB-yə bərabərdir. Yəni buraya x qoysam, buraya 2x qoyuram. Mən görürəm ki, buradan bir dənə median çəksəm mənə kömək olar. Niyə görə median çəkildiyi bu tərəfləri x-a böləcək. Eyni zamanda median hipotenuzun yarısıdır. Deməli, mən burada bir dənə bərabər yanlı üçbucaq gördüm. Çünki x-lar bərabərdirsə, bu bucaq buna bərabər eləyəcək. Burada 20-dir. Aydınım nə demək istədiyim. Sonra mən burada nə görürəm? Sonra burada 90 dərəcə idi. O 20-ni çıxsam bura 70 dərəcə qalıb. 20-ni çıxsam bura 70 dərəcə qalıb. Sonra da görürəm ki, burada bir dənə bərabər x, burada neysə, gözüm 20, hə. Bura üçbucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni 20 ilə 20-nin cəminə bərabər olacaq. Ora 40 dərəcədirsə, burada 40 dərəcə eləyəcək. Bizdən BAD-ni soruşur. 40 üstə gəlinsin 40 eləyəcək 80. 180-dən də 80-i çıxsam eləyəcək 100 dərəcə. Mən gedişatları düzgün elədimsə, bir dənə də baxmaq istəyərəm. Deməli, BCD-mizə 20 qoyduq. CD-miz 2 dənə AB-dir. Mən buradan bir dənə median çəkdim. Median bu tərəfi yarıya böldü. Eyni zamanda burada x-lar bərabər olduğuna görə 20-ni köçürtdüm bura. Üçbucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəmidir. Bura 40 dərəcədirsə səhv eləmişəm uşaqlar. Bax, bu tərəflə bu tərəf bir-birinə bərabərdir. Ona görə BAD bucağı da bərabər yanlı üçbucaq olduğuna görə 40 dərəcə eləyəcək. Bayaqları bunu belə çəkmişdim, ona görə mane oldu məsələ mənə. Gəlirəm bu məsələyə. Təzə məsələdir, bəli. Bu təzə məsələdir. CD-miz DY-yə bərabərdir. Okey. CD DY-yə bərabərdirsə, AC-ni də bizə 12 verib. Hanı AC? Buranı 12 verib. YB-ni hanı? YB-ni də mənə 8 verib. CD DY-yə bərabərdir. Bunu səhv elədim. CD DY-yə bərabərdir. CD DY-yə bərabərdir. Bura x qoysam, burada x qoymuş olaram. YB-ni də 8 verib. Hə. Gözüm belə bir şey gördü. Bu üçbucağa baxın. Bu ACD üçbucağında katetə fikir verin. X-dır. Bir də ADY üçbucağında katetim X-dır. Eyni zamanda da hipotenuz hər ikisində də var. Bax, bu hipotenuz həm bu üçbucaqda var, həm bunda var. Fikir verin. Bir qırmızı üçbucaqda var hipotenuz. Və eyni katet. Bir də bu göy üçbucaqda var. Hipotenuzdan və katet. Yəni demək istədiyim, onda bunun digər kateti 12-dirsə, bu kateti də 12 eləyəcək.
Onda bu 20'dir. 18, 12 üstə gəl 8. Bu da 12'dir. Səndən CD-ni soruşur. Səndən CD-ni soruşursa nə edərsən? 20'nin kvadratından 12'nin kvadratını çıxaram. Bura eləyəcək 400. Çıxılsın 12'nin kvadratı 144. Bu da 256 eləyər. 16 eləyər. Düzdürmü? Düzdür müəllimə. Sonra nə yazaram? Sonra digər kateri tapdım. Onu da tapdım. Təzə məsələdir. Bir dənə də baxım məsələyə. Nə deyə bilər mənə burada? Tapandan sonra. Mən nə ilə gedə bilərəm? Hansı yolla gedə bilərəm? Onda belə çıxır ki, bu bucağa bir dənə alfa desəm, x-in qarşısındakı x-a bitişik bucaq, onda bu bucaq da alfadır. Və hər ikisində 90 dərəcələr olduğuna görə bura betadırsa, onda belə çıxır ki, burada betadır. Aydın oldu mu nə demək istədiyim? Yəqin ki, aydındır. Onda tənbölən xassəsinə gedirəm. Çox qəşəng məsələdir. Tənbölən xassəsinə görə nə yaza bilərəm? Bura opsiya 16-dırsa, bura x-dırsa, bura 16 minus x yazaram. 12'nin x-a nisbəti bərabərdir 20'nin 16 çıxılsın x-a nisbəti. 4'e ixtisar gedər. Burada 3, burada 5 qalar. 3'ü 16'ya vuraram. 48. 3x-a vuraram. 3x, 5x-a vuraram. 5x, 8x-im 48-dirsə, x-im 6'dır. Bizdən CD-ni soruşur. Cavab 6. Çox qəşəng məsələdir. Çox maraqlı məsələdir. Xoşuma gəldi. İndi burada nə deyim açıqlardan? Açıqları bir-bir desəm, maraqlı məsələləri demək istəyərəm sözün düzü. Maraqlı olmayanları demək istəmərəm. Məsələn, başdan başlayaq da. Məsələn, burada nə deyim? Gəlin bunların hərəsindən bir variant deyim. CD-mizi kökün altında 12 verib. Amma olmadı ki bu. CD-mizi kökün altında 12 veribsə, neydi? Burada da düzdürmü? CD-mizi kökün altında 12 versin. Mən yazaram müəllimə, bura kökün altında 12'dir. BD-mizi də 4 verib. Onda buranı taparam ki, kökdə 12'nin kvadratı 12 eləyər, 4'ün kvadratı 16 eləyər, kökün altında 28 və yaxud h-ın kvadratı bərabərdir, kökdə 12'nin kvadratı mn. Yəni 12'ni 4'ə bölərəm, n-imiz 3 eləyər, AD-miz 3 eləyər. Birinciyə Y variantı gedəcək. İkincidə CD-ni sənə 10 verəcək, BD-ni də AD-yə bərabər veriləcək. Yəni 10, onda burada n qoyaram. 10'un kvadratı bərabərdir, n vur n. Onda n-imiz belə çıxır ki, 10'dur. Onda burada 10'dur. Burada 10'dur. Yəni BD də 10'dur, digəri də 10'dur. 10, digəri 10 kökdəki eləyəcək. CD-ni 6 verib, fərqli veribsə baxım, AD-ni, gəlin baxaq bir dənə üçüncüsünə bunun. Üçüncüsünə fikir verin. CD-ni bizə 6 verib. BD-ni bərabərdir. AD-yə bir dənə x qoysan, bura x üstə gəlinsin 5 verir. Yəni h-ın kvadratı bərabərdir 6'nın kvadratı. X vurulsun, x üstə gəlinsin 5. Bu da x kvadratı üstə gəl 5x çıxılsın 36 eləyər. Bərabərdir 0. Tənliyin kökləri x1, x2, 2a, -5, 25 üstə gəl 144. 169, 13. -5 plus minus 13 bölü 2 yazacağım. Bu da 4 eləyər. Yəni bura 4, x-im 4-dürsə, burada eləyəcək 9. Deyəsən AD-dir 4 olan. Belə hamısını tapırsınız. Burada 90 dərəcə var. Bura 45 dərəcədirsə, bura 6-dırsa, deməli burada 6-dır. Sonra nə deyə bilərəm? Bura 6 kökdəki eləyəcək 45 dərəcənin xassəsinə görə. Bura 46 kökdəkidirsə, burada 6 kökdəkidir. 6 kökdəki böyük, hipotenuz bundan kökdəki dəfə böyükdür. 6 kökdəkiyə vuraram, 12 eləyər. Tabi də oradan baxmıram. Bura 60 dərəcədirsə, 30'un qarşısındakı 4-dürsə, hipotenuz bundan 2 dəfə böyükdür, 8 eləyər. 60'ın qarşısındakı da bundan kökdə 3 dəfə böyük eləyər. 30'un qarşısındakı 4 kökdə 3-dürsə, hipotenuz bundan 2 dəfə böyük olacaq, 8 kökdə 3. 60'ın qarşısındakı da 30'un qarşısındakidən kökdə 3 dəfə böyük olar. 4 kökdə 3'ü kökdə 3'ə vurub 12 yazaram. 30'un qarşısındakı 3-dürsə, 60'ın qarşısındakı bundan kökdə 3 dəfə böyükdür. Hipotenuz bundan 2 dəfə böyükdür. Nə deyə bilərəm? H-ın kvadratı bərabərdir m-in. 3 kökdə 3'ün kvadratı bərabərdir. AD vurulsun 3. 27'ni 3'ə bölərəm. AD-miz 9 eləyər. Belə tapacaqsınız. Gəlin növbəti suala. Ekranımız donmadı ki. Donmadı. Bərabər tərəfli üçbucağın tənböləni budur. Tənböləni budursa, median tənbölən hündürlüyün düsturu a kökdə 3 bölü 2'dir. Yəni bunu da sənə 3 kökdə 3 verib. Kökdə 3'lər getsə, 3 2'yə vuraram 6'dırsa, perimetrimiz 3 vurulsun 6, 18 eləyəcək.
Bərabər yanlı üçbucağın uzunluğu bərabər yanlı üçbucağın bir tərəfi digərindən ikincidə 2 dəfə kiçikdir. Yəni biri x-dırsa, bura x-dırsa, bu bundan 2 dəfə kiçikdir. Onda bu bundan 2 dəfə böyükdür çıxır. Deyir 2x-dan x-i çıxanda 7 alırsan. Onda x 7-dirsə, bura 14 eləyər. Perimetrimiz eləyər 7 üstəgəl 7 üstəgəlinsin 14. Düz yazdım. Bərabər yanlı üçbucağın bir tərəfi digərindən 2 dəfə kiçikdir. Bir tərəfi bərabər yanlı digərindən 2 dəfə kiçikdir. Bəli, düz yazdım. Və onların uzunluqları fərqi x-im onda belə çıxır ki 7-dir də. 7 7 burada 14. 14 üstəgəl 14 28. Mən nəyi səhv yazdım? Nəyi səhv yazdım? Axı mən nəyi səhv yazdım? Mən axı. Məncə heç nəyi səhv yazmadım axı. Hansını səhv yazdım? Onda digərini 2x götürüm mən. Bura 2x qoyaq. Bura x qoyaq. Onda 2x-dan x-i çıxaram 7 eləyər, düzdür. Amma 2-ni 7-yə vuraram 14, burada 14, onda burada 7 eləyəcək. 28 üstəgəl 7, 35, ikinciyə B variantı gedəcək. Bərabər yanlı üçbucağın deyir, tərəfləri 5-dir, 10-dur. Onda bura 10 qoyaram. Burada 10 qoyaram. Həm də yan tərəf böyük olmalıdır. Mən də yan tərəfi olğusunu götürmüşəm. Burada 5 eləyər. Həddindən artıq yorulmuşam. Neçənci dərsim? Neçənci dərsimdən sonra izah yerləşdirirəm. Əslində yerləşdirməyə halım yox idi. Sadəcə istədim ki, şagirdlərim yaza bilsinlər. Nə izah edirdim mən sizə? 84 nömrəli məsələni izah edirdim. Deməli, 84 nömrəli məsələdə nə deyil? Bir-birinə paralel olan A və B avtomagistralları arasında uzunluğu 5 km olan CD velosiped yolu mövcuddur. Hə, lap yaxşı. Bu CD velosiped yolu A düz xəttinə nəzərən C nöqtəsinə simmetrik olan C1. Aha. C-yə nəzərən simmetrik olan C1. B düz xəttinə nəzərən D nöqtəsinə nəzərən simmetrik olan D1. Bunlar simmetrikdirsə uşaqlar. Bura bir dənə qoyaram x, onda burada x qoyaram. Bura bir dənə y qoysam, burada y olaram. Deyir, axı simmetrikdir. Avtomagistrallar arasındakı məsafə 6 kilometrdir. Bu avtomagistrallar arasındakı məsafə 6 kilometrdir. Bax, iki paralel düz xət arasındakı məsafədən danışıram. Bax, buradan bura qədər məsafəni 6 verib sənə. Yəni, x üstəgəl y 6 verib. Axı, mən burada tamamlasam y, bu da y eləyər. Bunu sənə 6 verib. Ən qısa məsafəni hesablamaq lazımdır. Ən qısa məsafəmiz də hansı olacaq? Bax, bu. Mən bunu burada çəkərəm. Aydındır mı nə demək istədiyim? Buranı çəkərəm. Və bunu da bundan birləşdirərəm. Onda burada y eləyər. Bir dənə x üstəgəlinsin y-ımız 6-dırsa, yəni 5 kilometr daha haransa verib bizə. 5 kilometrim haradır? 5 kilometr avtomagistralların arasındakı uzunluqdur. Hə? Bu məsafəni də 5 verib. Bura 5 verib. Uşaqlar, bir dənə x üstəgəl y 6-dırsa, 2 dənə x üstəgəl 2 dənə y 12 eləyər. Yəni, demək istədiyim 12-nin kvadratının üzərinə 5-in kvadratını gəlsən, bura eləyəcək 13. Sonuncu səhifədə bu. Bəli. Gəlirəm 86 nömrəli suala. Deyir ki, AK-nı sənə 45 vermişəm. AK-mız 45-dirsə, KB-ni də 5 verib. C nöqtəsindən dronun yerdəki məsafəsinə qədər məsafə H-ın kvadratı bərabərdir. M düstur uşaqlar. Bu da eləyir 225, 225-dən yenə 15 çıxacaq. Yenə 87 nömrəli məsələdə demək olar ki, eyni məsələdə ədəd dəyişkənliyi ilə verilib. 88 nömrəli məsələyə baxaq. Deyir ki, uşaq əyləncə mərkəzində sürət qatarının reysi ABC üçbucağı üzərində qurulmuşdur. B bucağı 90 dərəcə verilib sənə. Və MN və BK da AC tərəfinə perpendikulyardır. Hansılar? MN və BK. B-yin bərabərdir deyir MC-yə. A-yin-də sənə deyir 30 vermişəm. NC-ində deyir sənə 10 vermişəm. 10 vermişəm mi? Lap yaxşı. İndi fikir ver. Oxşarlıqdan gedə bilərəm, BK-nın uzunluğunu soruşur. Oxşarlıqdan gedə bilərəm mən. Bax, 90 dərəcə hər iki üçbucaqda var və alfa bucağı da var. Yəni, deyə bilərəm ki, MN-C üçbucağı oxşardır BK-C üçbucağına. Burada bir dənə x qoyaram, burada bir dənə x qoyaram. Yəni, yazaram ki, kiçik üçbucağın yan tərəfinin x-in, böyük üçbucağın yan tərəfinə nisbəti, böyük üçbucağın yan tərəfi 2x-dir. Kiçik üçbucağın oturacağının, böyünün oturacağının nisbəti y üstəgəl 10-dur. X-lar gedər, y üstəgəl 10 bərabər eləyəcək, 2-ni 10-a vuraram, 20, y-ımız da 10 eləyəcək. Bizdən BK-nı soruşur. Bu y-ım 10-dursa, 30-dan 10 çıxaram, burada 20 eləyər. H-ın kvadratı bərabərdir M-in. Yəni, BK-nın kvadratı bərabərdir M vurulsun N. N-imiz də 20 eləyər. Onda belə çıxır ki, mən əgər hesablama səhv eləməmişəmsə, mənim BK-mız da elə 20 eləyəcək.
Başqa bir şey deyə bilərəm bunun haqqında. Bəlkə də mənim ağlıma gəlməyib. Orta xəttdən də getmək olar. Bəli. Uşaqlar, elə orta xəttdən də gedə bilərəm. Bax, ağlıma bu da gəldi. 30 ilə 10 deyil bu. Bura eləyəcək 40. Hipotenuza endirilən bu median hündürlük eyni olacaq bərabər yanında. Ona görə bura 20 eləyər. Bu da orta xətti də yan tərəfi yarıya bölüb. Orta xəttə paralel olduğu 20-nin yarısına bərabər olacaq. Bu da 20 aldım ki onda. Yox, hələ mənim dediyim yolla gedim. Cavab da, hə də 20 almadım, yox, hələ 10 almışam, düz almışam. Sonra gəlirəm növbətisinə. Mən bunu elədim, eləmədim 90-ı. AB-ni kökün altında 6 verib. CD-ni 2 kökün altında 6 verib. BC-ni də 3 kökün altında 3 verib. A və D nöqtələri arasındakı ən qısa məsafəni soruşur. A və D nöqtələri arasındakı ən qısa məsafə deyirsə, buradan danışacağım. Mən bunu bundan birləşdirirəm. Bunu da birləşdirirəm, bunu da. Onda bura 2 kökdə 6 eləyər. 3 kökdə 3-ü də köçürdərəm bura. Bura eləyəcək 3 kökdə 6. Onda AD məsafəsi bərabər eləyəcək 3 kökdə 6-nın kvadratı. Üzərinə gəlinsin 3 kökdə 3-ün kvadratı. 9-u 6-ya vuraram 54. 9-u 3-ə vuraram 27. 81, səhv eləmirəmsə 81-dən də cavab 9 çıxacaq. Növbəti sual. Bu da getdi, eyni sualdır. 92 nömrəli suala baxın mən. 92-ni həll edeyim. Bizə nə deyir? Deyir ki, AB taxta parçasının B ucu birinci şəkildə 6-cı blokun, ikinci şəkildə isə 5-ci blokun uc nöqtəsinə qoyulmuşdu. Birincidə 6-cı bloka qoyulub, ikincidə bloklar düzbucaqlı paralelipiped şəklində olub, hündürlükləri 3 cm-dir. Hündürlüklər 3 cm-dirsə, 1, 2, 3, 4, 5, 6. 6 dənə 3, onda bu 18 eləyər. 1, 2, 3, 4, 5. Onda 5 dənə 3, bu da 15 eləyəcək. Düzdürmü? İkinci şəkildə A nöqtəsi birinci şəkildəkinə nisbətən divara 3 cm daha yaxındır. Yəni, bura bir dənə x-dırsa deyir, bura bundan 3 cm daha yaxındır. X üstə gəlməsin 3-ə bərabər olacaq. AB-nin uzunluğunu tapmaq lazımdır. Lap yaxşı. AB-nin uzunluğunu çətin məsələ deyil. 2 variantla yazaram. Birincidə bu üçbucaqda. Yazaram AB-nin kvadratı bərabərdir. 18-in kvadratı 324 üstə gəl x kvadratı. İkincidə AB-nin kvadratı bərabərdir. 15-in kvadratı 225 üstə gəl x üstə gəl 3-ün kvadratı. Sollar bərabərsə sağları da bərabərləşdirirəm. Yəni 324 üstə gəl x kvadratı bərabər eləyər 225 üstə gəl x üstə gəl 3-ün kvadratına. Uşaqlar gör buradan yazım da mən. 324 üstə gəlinsin x kvadratı bərabərdir 225 üstə gəl birincinin kvadratı. Birinci və ikinci hasilinin ikimisi ikincinin kvadratına. Yəni 324-dən 225 çıxaram. 225. Ondan 9-u çıxaram. 90. 90-ı da bölərəm 6-ya. Yəni x-imiz 15 eləyəcək. Məndə. Mənim x-im 15-dir. 15-dir, düzdürmü? AB-nin uzunluğunu soruşursa, mən yenə Pifagordan taparam. AB-ni də tapacağım uşaqlar. 18-in kvadratının üzərinə gələcəyəm 15-in kvadratına. Neçə eləyirsən? O. 93 nömrəli məsələ və sonuncu məsələmiz. AB-ni sənə 20 vermişəm deyir. AD-ni də sənə 16 vermişəm deyir. DC-ni sənə 5 verib. BY bərabərdir buna. Aha, BC-ni tapmaq lazımdır. Mən nə edərəm? Mən burada nə yarada bilərəm? Təpədən bir dənə hündürlük çəksəm əgər. Bəli, çəkərəm. Gəlin bu təpədən bir dənə hündürlük çəkeyim. Onda burada da 90 dərəcə var. Onda bu mediandır. Mediandır düzbucaqlı üçbucaqda. Bura bir dənə x qoysam, burada bir dənə x qoysam, burada bir dənə x qoymuş ola bilərəm. Düzdürmü? Daha sonra nə yazaram? Bu 20-nin kvadratından bu 16-nın kvadratını çıxsam 144 eləyər. Burada 12 eləyər. 12-nin kvadratının üzərinə 5-in kvadratını gəlsəm bura 13 eləyər. Oy, bizdən 5-ini soruşur da cavab 13. Sadə alındı. Bu qədər. Növbəti sınaqlarda görüşmək ümidi ilə, dərslərdə görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Mən bugün yorğun səslə biraz izah elədim. Çox üzrlü sayın. Sadəcə istəmədim ki, bu bölməni qoymamış olum. Çünki şagirdlərə vacibli bir bölmə idi. Amma həddindən artıq yorğunam. Sağ olun.